Dama, dünyanın bir çox ölkələrində sevilən və geniş yayılmış stol üstü oyunlardan biridir. Bu oyun sadə qaydalarına baxmayaraq, dərin düşünmə və strateji planlaşdırma tələb edir. Dama həm uşaqlar, həm də böyüklər üçün maraqlı bir əyləncə olmaqla yanaşı, zehni inkişaf üçün də faydalıdır. Dama oyununun tarixi çox qədim dövrlərə gedib çıxır. Tarixçilərin fikrinə görə, bu oyunun ilkin formalar 1000 illər əvvəl müxtəlif ölkələrdə mövcud olub. Qədim Misirdə və Yaxın Şərqdə dama oyununa bənzər oyunlar oynanıldığı haqqında məlumatlar var. Zaman keçdikcə bu oyun Avropa ölkələrinə yayılıb və müxtəlif qaydalarla inkişaf edərək bugünkü formasını alıb. Dama oyunu adətən 2 nəfər arasında oynanılır. Oyun üçün 64 xanalı dama taxtası istifadə olunur. Taxtadakı xanalardan yalnız tünd rəngli olanlar istifadə edilir. Hər oyunçunun adətən 12 dama daşı olur. Bu daşlar 2 fərqli rəngdə olur ki, oyunçular onları bir-birindən asanlıqla ayıra bilsinlər. Oyunun əvvəlində bütün daşlar taxtanın qarşı tərəflərində yerləşdirilir. Oyunçular növbə ilə öz daşlarını diaqonal istiqamətdə irəli aparırlar. Məqsəd rəqibin daşlarını vuraraq onları oyundan çıxarmaq və mümkün qədər üstünlük qazanmaqdır. Əgər oyunçunun daşı rəqibin daşının üzərindən keçərək boş xanaya düşə bilirsə, həmin rəqib daşı oyundan çıxarılır. Oyunda maraqlı qaydalardan biri də şahdama qaydasıdır. Əgər bir dama daşı taxtanın qarşı tərəfinə, yəni rəqibin son sətrinə çatarsa, həmin daş şahdama olur. Şahdama adi daşlardan fərqli olaraq həm irəli, həm də geri istiqamətdə hərəkət edə bilir. Bu isə oyunun gedişində böyük üstünlük yaradır və oyunun nəticəsinə ciddi təsir göstərə bilər. Dama oyunu yalnız şansdan asılı deyil. Oyunçular hər addımı düşünərək etməlidirlər. Bəzən bir addımın səhv atılması bütün oyunun uduzulmasına səbəb ola bilər. Buna görə də dama oyunu diqqət, səbir və məntiqi düşünmə tələb edir. Təcrübəli oyunçular bir neçə gedişi əvvəlcədən planlaşdıraraq rəqibin hərəkətlərini də təxmin etməyə çalışırlar. Bu oyun uşaqlar üçün də çox faydalıdır. Dama oynayan uşaqlarda diqqət, analiz etmə bacarığı və məntiqi düşünmə qabiliyyəti inkişaf edir. Eyni zamanda bu oyun səbirli olmağı və qaydalara riayət etməyi də öyrədir. Bir çox ölkələrdə dama üzrə yarışlar və turnirlər keçirilir. Peşəkar oyunçular bu yarışlarda öz bacarıqlarını nümayiş etdirirlər. Bəzi ölkələrdə dama məktəblərdə də tədris olunan oyunlardan biridir.